Şad xəbər, bu ildən vətəndaşlara təzyiq dərmanları pulsuz veriləcək. Yüksək qan təzyiqi ilə bağlı bəzi dərmanlar tibbi sığorta hesabına veriləcək. Report xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə 2026-cı ildə İcbari Tibbi Sığortanın xidmətlər zərfinin əhatə dairəsi genişlənəcək. Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir. Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsir edici maddəni əhatə eləməklə müxtəlif doza və kombinasiyalar üzrə təqdim olunacaq.